Salam, hər vaxtınız xeyirli olsun. 2 noyabr 2025-ci il güvən sınağı 11-ci sinifin izahı ilə başlayıram. Hansı cümlədə termin işlənmişdir? Şeir janrları bənddəki misraların sayına görə təyin olunur. Deməli, Y variantında, bəli, bax, burada janr sözü və s. bax, burada termin işlənibdir. Digər variantlarda belə bir xüsusiyyət yoxdur. Hansı cümlələrdə sinonimi ilə əvəz oluna biləcək amonim? Deməli, amonim söz axtaracam, həm də onun sinonimini əvəz edə biləcəm cümlədə. Həyətdəki qaz boynunu uzadıb üstümə gələndə qorxdum. Burada məsələn boyun sözünə boğaz sözü ilə alternativ əvəz edə bilərəm, amma boyun sözünün amonimi yoxdur. Vərəqin aşağısında müdirin hamımıza tanış olan qolu var idi, imzası var idi. Qol sözü amonimdir, sinonimi imzası ilə əvəz edə bilərəm. 2-ni götürəcəm. Üzü toza bulaşdığı üçün heç kim görmədən yuyunmaq istədi. Burada üz sözünə sinonim, sifət, çöhrə, sima və s. sinonim ifadələrdir. Sən deyə bilərəm ki, sifəti toza bulaşdığı üçün heç kim görmədən yuyunmaq istədi. Burada üz sözü amonimdir, həm də sinonimi ilə əvəz edə bilərəm. Cavabımız oldu nə? 2 və 3. 33. Nümunə ilə bağlı yanlış. Bəzən tüfəng alıb çıxsam da düzə, ceyran ovlağından aralı gəzdim. Bizdə deyir ki, C variantında deyir ki, isimlərdən ikisinin yazılışı və deyilişi fərqlənir. İsimlər hansılardır? Deməli, tüfəng sözüdür, düz sözüdür, ceyran sözüdür, ovlağından sözüdür. 4 dənə isim var. Deməli, tüfəng olduğu kimi qalacaq. Burada G çığıya çevrilmir, çünki özündən sonra saitlə başlayan söz gəlibdir. Düzə olduğu kimi, ceyran olduğu kimi, ovlağından sözü ovlağından şəklində deyiləcək. Yəni, bir sözün yazılışı və tələffüzü fərqlənəcək, ikisinin yox. Ona görə səhv variantımız C-dır. Hansı cümlədə altına xətt çəkilmiş ismin iki halında düşünmək olar? Nabələd adam burada azar, kim? Burada adlı halda. Ötən gün özümə paltarı aldım təsirli halda. Bir dəstə qızıl gülü gətirmişdi. Təsirli halda düşündüm. Evim yanında maşın gözləyir. Nə edir gözləyir? Məsələn, evin yanında məni maşın gözləyir. Nə edir gözləyir? Kimi, məni, nə? Maşın düşündüm adlı halda. Bir də kimsə filan kəs evin yanında maşını gözləyir. Həm də maşını təsirli halda düşünə biləcəm. Cavabımız olacaq D. Hansı cümlədəki ilk ismin halını dəqiq müəyyən etmək mümkün deyil? Deməli, ana sevgisi qarşılıqsız olan varlıqdır. Bu ananı yalnız qeyri-müəyyən yəlik halda düşündüm. Bu getdi. Kənd sakinlərin səyinə görə inkişaf etdi. Kənd sakinlərin səyinə görə yox. Deməli, əgər bunu kəndi yəlik halda düşünsən belə olacaq. Kənd sakinlərinin səyinə görə inkişaf etdi. Alınmır. Yəni kəndi yalnız adlı halda düşündüm. C variantında deyirəm. Deməli, qış səhəri çox soyuq olan fəsildir. Nə? Qış düşündüm adlı halda. Bir də deyirəm ki, qış səhəri çox soyuq olan fəsildir. Qışı həm də düşündüm yəlik halda. Ona görə cavabımız C olacaq. Qardaşı gələndən bəri onlara getməmişdi. Qardaşı gələndən bəri. Bir var, düşünəcəm, məsələn, elçinin qardaşı kimsə gələndən bəri onlara getməmişdi. Düşündüm adlı halda. Bir də deyirəm ki, onun qardaşı gələndən bəri. Yəni, istənilən halda adlı halda düşünəcəm. Ana həsrəti ilə bacarmır, hey ağlayırdı. Ana həsrəti ilə bacarmır. Yəni, ananı düşündüm. Yalnız adlı halda ana həsrəti ilə bacarmır. Yəni, bunu yəlik halda düşünsəm, ana həsrəti ilə bacarmır. Yəni, cümlədə uyğunsuzluq yaranır. Cavabımız olacaq C variantı həqiqətən də. Növbəti, ilxını suya aparanda yol buzu idi. Babam birdən sürüşüb yerə dəydi. Bizdən düzgünləri soruşur. Nümunədə işlənib adlı halda işlənmiş mücərrəd isim. İsimlər hansılardır? İlxıdır, sudur, yoldur, buzdur, babamdır. Bir də yerdir. İsimlər bunlardır. Adlı halda işlənmiş ilxını təsirli halda, suya yönlük halda, yol adlıq, buz adlıq. 2 dənə adlı hal burada var. Babam adlı haldadır. Yerə yönlük haldadır. Adlı halda işlənmiş mücərrəd isim. 3 dənə isim var adlı halda. Yol, buz və babam. Üçü də konkretdir. Bu işlənməyibdir. Bir olan variantları sildim. Təsirli halda işlənmiş konkret isim və ilxını suya aparanda, ilxını deyə təsirli haldadır və konkretdir. 2-ni götürəcəm. Nümunədə işlənməyib. Çıxışlı halda olan isim. Burada çıxışlı halda olan söz yoxdur. Birdən, qəfildən mənasında zərfdir. Yoxdur. Nümunədə işlənməyib elə 3. Toplu isim işlənibdirmi? İlxı. Toplu isim işlənib. Cavabımız olacaq 2 və 3 və D variantı. Cədvəldəki uyğunsuz fikri soruşur. Deməli, sual işarəsinin yerinə K hərfi olmalıdır. Deməli, baxacam materik, pişik otu, püşk yatma,
Bu tərəfdə xışdırıq olmalıdır, örpək. Tündlük yazılır, tündlük şəklində. Burada da şəksiz. Deməli burada olmalıdır. Materik K olmalı idi. Pişik otu olmalı idi. Pişik otu yığ kimi. Burada püşk atma. Burada 2 olduğu kimi qalacaq 3-də. Burada örpək xışdırıq olmalı idi. Burada xışdırıq olmalı idi, tündlük. Və burada da şəksiz sözündə də ç olmalı idi. Yəni ç səsi olmalı idi. Bizdən uyğunsuzluğu soruşursa, deməli 4-5 də yerindədir. Uyğunsuzluq olacaq 1, 2, 6. O da A variantı. Sözün fonetik xüsusiyyətlə bağlı cədvəldəki uyğun. Yerləşmək sözünün yazılışı tələffüzü arasında 2 fərqli məqam var. Olacaq yerləşmək şəklində. Doğru fikirdir, doğru. Deməli, biri götürəcəm. Bir olmayan variantları siləcəm. Deməli. Daha sonra ziddiyyət sözün tələffüzündə 4 cingitili samit var. Tələffüz zamanı y-nın biri düşəcək. İndi sayıram 1, 2, 3, 4 dənə. Düz deyir, 4 dənə cingitili samit var. Doğru fikirdir, qabağından yanlış yazıbdır. 2 olan variantı silmiş olacağım. Sonra ucqar sözündə samitlərdən biri qarşılığı kimi tələffüz olunur. Ucqar sözünün deyilişi və yazılışı arasında fərq yoxdur. Fikir olaraq yanlışdır. Qabağından doğru yazıbdır. Ona görə 3 olan variantı da sildim. 4-dən deməli cavabımız C qalacaq. Şahin və şahanə sözlərində uzun tələffüz olunan sahib eyni hecadadır. Şahin sözündə 1-ci hecada A uzanır. Şahanə sözündə isə 2-ci hecada uzanır. Yanlış fikirdir, qabağından yanlış doğru götürəcəm. Sabahki sözündə 3 dənə kar, bir dənə cingitili samit iştirak edir. Deməli, 3 dənə kar, S, H, Ç, 3 dənə kar, B da bir dənə də cingitili. Bu doğru fikirdir, qabağında da doğru. Həqiqətən də cavabımız C variantı olacaq. Hansı cümlədə frazoloji birləşmə işlənməyibdir? Demək, dünən dil tökməyimi, bax, dil tökmək burada işlənib. Görüşmək üçün əl uzatdım, əlimi uzada bilərəm. Əlinin palçıqlı olduğunu görüb tez geri çəkdim, burada yoxdur. İşlərimi başa vurub, yəni bitirib, kompüteri söndürdüm. İşdə əldən düşən adamlar, yəni yorulan, gözümün odunu almışdı, yəni qorxutmuşdu. Hamısında var, cavabımız olacaq B. Riyakar sözünə hansı şəkilçiləri artırsaq, hərf və səs tərkibi fərqlənir. Mən bunu riyakardır eləsəm, tələffüz zamanı R düşəcək, D kimi deyiləcək, D kimi deyiləcək, biri bir olacaq. Riyakardan olduğu kimi qalacaq. Riyakarlıq sözündə isə qeyd edirəm buradan riyakarlıq olsa, tələffüz zamanı L, R-yə çevrilir, Q da X-yə. Deməli, cavabımız nə olacaq? 1-3, o da A variantı. Davam edək. Mətnlərimizdən narahat şəhər. Mətndən artıq tanışıq. Deməli, düzgün fikirləri soruşur bizdən. Sultan Əhməd və vəzir. Taxtın rivahı naminə şəxsi egosunu arxa plana atır. Bu mətnin giriş hissəsində veribdir ki, cəmaət onu sükut içində qarşılayır. Bu sultana toxunsa da narazılığını gizlətməli udur və s. Deməli, bir var. Xalqa olan mənfi münasibətin gizlətməyə ehtiyac duymur. Əslində duyur. Heç o çıxışda heç bir kəlmə də olsun işlətmir. Söz işlətmir. Əgər o danışsaydı, bəlkə də kütləni kobudlayardı. Vəzir. Deməli, xalqa məqsədə çatmaq yolunda alət kimi görmə fikri onun dilindən verilir. Bəli, bax, burada var ki, o ancaq hər halda şəhər cəmaatını əldə saxlamaq gərəkdir. Bəli, orada alət kimi görür. 3-ü götürəcəm. Səmimi yanaşmasına görə xalqın rəğbətini qazanmışdı. Biz son nəticə hissəyə əsasən deyirik ki, deməli, burada Məmməd, papaqçı Məmməd, başmaqçı Məhəmmədə nə deyir? Deyir ki, vəzir Sultan Hüseyni keçi qiymətinə satıbdır. Düzdürmü? Orada xalqın rəğbətini qazanmayıbdır. 4 yanlışdır. 2 və 4 harda varsa, deməli, siləcəm. 5-ə baxacam. Siyasi təcrübəsizliyi dövlətdə böhrana səbəb olubdur. Biz bunu görmürük. Siyasi təcrübəsizlik məsələsini biz burada görmürük. Ola bilsin ki, bunlar hakimiyyətə yeni gəlibdir və s. Mövcud hakimiyyətin dəyişməsinə mane olmaq istəyirlər. Hər ikisi. Bəli, bu var. Cavabımız olacaq. Yox, bizdən doğrunu soruşdu. Bir dəqiqə, üzr istəyirəm. Bir dəqiqə. Bizdən nəyə soruşdu? Bizdən doğrunu soruşdusa, 1 var, 3 var. Deməli, 1, 3, 6. 1, 3, 6. Hə, 6-nı yenə götürməli olacam doğru kimi. 1, 3, 6. Cavabımız olacaq Y variantı. Mətnə görə uyğunluğu müəyyənləşdirək.
Sultan Əhmədlə vəzirin dialoqundan çıxan nəticə, papaqçı və başmaqçının dialoqundan çıxan nəticə. Vəzir mövqeyini dəyişə bilən hiyləgər adamdır. Biz bunu bax nəticə bura son hissəyə əsasən papaqçı və başmaqçının dialoqunda görə bilərik. Deməli, A-nı yazacağıq 2-yə. Hakimiyyət dəyişsə də xalqın vəziyyəti dəyişməyəcək. Biz bunu yenə papaqçı və başmaqçının dialoqundan deyir ki, burada bizim üçün nə fərqi var ki, sultan kim olacaq? Onların hamısının qayəsi birdir. Bizi soymaq və s. Biz arvad uşağımızı özümüzü arvad uşağımıza görə çalışmalıyıq. Yəni qısası hakimiyyətin dəyişməsi xalqın vəziyyətini dəyişməyəcək. İkini də B-yə yazacağıq. İnsanlar hakimiyyətin vəd etdiyi sözlərə inanmırlar. Deməli, biz bunu harda görürük? Yenə bax biz bunun son hissəyə əsasən deyirik ki, bax burada başmaqçı və deməli papaqçının dialoqundan biz görürük ki, nə gördük? Gördük ki, insanlar hakimiyyətin vəd etdiyi sözlərə inanmırlar. Deyir, bax burada deyir, necə deyir, canfəşanlıqla deyir bizə dil tökür. Hakimiyyəti əldə saxlamaqdan ötürü də aydındır mı? Ona görə bunlar inanmırlar. Bunu da biz hara yazacağıq? Yenə 2-yə yazmış olacağıq. Müvəqqəti olaraq xalqla yaxınlaşmaq lazımdır. Bəli, bu vəzirlə deməli Sultan Əhmədin dialoqundan çıxan nəticədir. 1-ə D, 2-yə A, B, C, o da D variantı olmuş olacaq. Mətnə görə uyğun fikirləri soruşur. Mətndə var, mətndə yoxdur. Vəzir Şeyx Əlinin sultan adlandırılmasına sərt reaksiya verdi. Vəzir vermədi onu. Elə Sultan Əhməd özü dedi ki, Şeyx Əli nə vaxtdan sultan olubdur. Ona görə bir yanlışdır. Bir olan variantları siləcəm. Sultan Əhməd Təbriz cəmaatının ağıllı və cəsur insanlar kimi düşünür. Xeyr, əvvəldə nə deyir? Mən bu necə deyir burada? Bu qoyun deyir, yoxsa qoyun sürüsünə söz söyləmək istəmirəm. Qoyun adlandırır. Necə ağıllı, cəsur hesab edə bilər? Ona görə 2 olan variantı da siləcəm. Avtomatik bizim variantımız qalacaq D variantı. 3. Həqiqətən də xalq Sultan Əhmədə qarşı onun istədiyi kimi reaksiya vermir. Sultan Əhməd istəyirdi ki, onu canfəşanlıqla qarşılasın, amma kütlə sükut içində qarşılayır. Mətndə məlumat yoxdur. Sultan Əhməd Şeyx Əlinin niyyətindən xəbərdar olsa da xəbərdar deyildi. Elçilər Şeyx Əlinin Sultan Əhmədlə müttəfiqlik arasında demək üçün gəlmişlər. Belə bir məsələ də yox idi. Qərar vermə zamanı bəzən vəzir Sultan Əhmədi qabaqlayıb öz hökmünü yerinə yetirdi. Bəli, burada o minbaşıya deyir ki, sən onları apar, deməli, get o elçiləri darvazadan içəri sal, birbaşa saraya apar, biz də gəlirik. Burada vəzir Sultan Əhmədin əvəzini yüzbaşıya deyir. Bu məsələdə var. Cavabımız olacaq D variantı. Mətnin əsas hissəsini genişləndirə bilərik. Vəzirin bu məsləhətindən sonra sultanın xalqla görüşə getmək həvəsi daha da artmışdı. O girişdədir. Vəzir ona demişdi ki, şəhər cəmaatına müraciət et, xoş günlər vəd et, onları öz tərəfinə çəkmək məsləhət görmüşdü. Biz buna davam olaraq yaza bilərik ki, bəli, vəzirin bu məsləhətindən sonra və s. Yəni, bir olan variantları siləcəm. Niyə? Çünki o girişi genişləndirə bilərəm. Sultan Əhmədin bu qəfil hiddəti hər kəsi qorxuya saldı. Bəli, burada o minbaşının üstünə qışqırması, burada onun hiddəti cəmaatı qorxuya sala bilər. Ona görə 2-ni götürəcəm. Vəzirin gətirdiyi dəlillər sultanı fikrindən döndərə bilmədi. Bəli, bax, burada az dedi, deyir, çox eş. Deməli, çox dedi, az eşitdi məsələsi var idi burada. Harada idi o? Vəzir çox dedi, sultan az eşitdi, deyir burada. Bu hissəyə əsasən. Bu da əsas hissədədir. Ona görə bunu götürəcəm. Sultanı bir neçə sərkərdə əyanlar və vəzir müşahidə edirdilər. Bunu da biz girişə yaza biləcəyik. Çünki o şəhər meydanında düzəlmiş hündür yerə qalxdı. Deməli, Sultan Əhməd şəhər meydanına gəldi və davam olaraq deyə bilərik ki, onu kimlər müşahidə edirdi? Onu sərkərdə, əyanlar, vəzir. Ona görə 4-ə də siləcəm. Sultan vəzirin təşəbbüsü əlinə almağına səsini çıxarmadı. Bəli, burada vəzir ki, yüzbaşıya ki, deyir ki, sən o elçiləri apar, darvazadan içəri sal, sonra saraya apar və bu hissə deyə bilərik ki, deməli, sultan vəzirin bu təşəbbüsü ələ almasına deməli, heç bir reaksiya vermir. 5-i də götürə bilərik. Cavabımız olacaq 2, 3, 5, B variantı. Biri mətndə yoxdur. Sultanın təkəbbürü var. Vəzirin ikiyüzlüyünü nəticədə görürük. Vəzirin mənsəbpərəstliyi, sultanın inadkarlığı, sultanın səmimiyyətini biz orada görmürük. Cavabımız olacaq C. Davam edirik 46-cı testlə. Xalq və hakimiyyətin maraqlarının üst-üstə düşdüyü məqam. Biz bunu nəticə hissəyə əsasən deyə bilərik ki,
hansı ki burada papaqçı və başmaqçının dialoqundan biz çıxış edərək deyə bilərik ki, xalq və hakimiyyətin marağının üstə düşdüyü bir məqam var. Yeni gələn qoşunu şəhərə buraxmamaq. Aydındırmı? Yeni gələn qoşun şəhərdəki qoşunu üstələməsin. Bu həm hakimiyyətin, həm xalqın marağıdır. Onu qısa yazacağım. Yeni gələcək qoşun şəhərdəki qoşunu üstələməsin. Qoşunu üstələməsin. Biz ümumiyyətcə xalq dedikdə orada cəmi biz 2 nəfərin dialoqundan müəyyən bir konkret məqamlara toxuna bilirik. Xalqın məqsədi nədir? Yenə biz o nəticə hissəyə əsasən xalqın məqsədini görə bilərik ki, özlərinin, arvad uşaqlarının dolanışığını təmin etmək. Başqa heç nə. Bəs hakimiyyətin məqsədi nədir? Hakimiyyətin məqsədi düzdür, burada məsələn bizi soymaq məsələsi var. Soymaq yazmısınızsa onu da düşünürəm ki, düz götürərlər. Amma burada əsas hazırki hakimiyyətin məqsədi ondan ibarətdir ki, deməli, şəhər cəmaatını əldə saxlamaqla hansı ki, kim idi o? Şeyx Əlinin hücumundan qorunmaq. Aydındırmı? Başqa sözlə Şeyx Əlinin hücumundan qorunmaq üçün, başqa sözlə Şeyx Əli də hakimiyyəti ələ almaq istəyir da. Şeyx Əlinin hücumundan qorunmaq üçün şəhər cəmaatını əldə saxlamaq. Bax, belə bir fikirlər yazmısınızsa doğru olmuş olacaq. Şeyx Əlinin hücumundan qorunmaq üçün şəhər cəmaatını əlində saxlamaq. Bax, belə bir fikirlər yazmısınızsa doğru olmuş olacaq. Davam edirəm. Bütün təriflə verilmiş sözlər əsasında toxundu. O giriş hissədə idi. Deməli, cəmaat onu sükut içərisində qarşılayır və bu da sultana toxunur. Burada ümumiyyətcə belə deyək də toxunmaq sözü hansı mənanı ifadə edəcək? Toxunmaq sözü deməli, incimək mənasına, xətrinə dəymək. Yəni, bu sultanı incitdi, sultanın xətrinə dəydi, sultanı narahat etdi, məcazi mənada işlənibdir. Növbəti sözümüz isə uddu, o narazılığını gizlətməli oldu. Yəni, uddu, burada da təbii ki, məcazi mənadadır. Yəni, öz hisslərini gizlətdi, öz içində saxladı, bildirmədi bu mənada. Ona görə biz toxundu da məcazi mənadadır, uddu sözü də məcazi mənadadır. İfadə etdiyi mənanı da deyirik. Toxundu sözü incitdi. Nə bilim, xətrinə dəydi, qısa deyirəm, narahat etdi. Bu kimi fikirlər yazmısınızsa doğrudur. Udmaq sözü də burada yenə öz hissini gizlətdi. Nə bilim, öz hissini içində saxladı. Bu mənada bildirmədi. Bu kimi mənalarda işlənibdir. Hansını yazmısınızsa doğrudur. Davam edək. Deməli, 48-də dövrün ictimai-siyasi mənzərəsini əks etdirən 2 fikir yazın. İctimai-siyasi mənzərəsini əks etdirən fikir. Biz mətni oxumuşuq və diqqət etsək, burada biz nə görürük? Xalqın narazılığını görürük. Xalqın narazılığı. Xalqın narazılığını görürük və ədalətsizlik. Başqa sözlə, yəni belə deyək də, xalq görür ki, narazıdır, gərgindir, hakimiyyətə etimadı yoxdur, xalqın hakimiyyətə etimadı, yəni inamı yoxdur. Belə bir fikir kimi yaza bilərik. Bir də biz burada nə görürük? Hakimiyyətin daxili gərginliyini görürük biz. Hakimiyyətin daxili gərginliyini görürük. Daxili gərginliyini biz burada görürük. Saray və dövlət adamları müəyyən mənada xalqdan çəkinir. İtaət və nəzarət sistemi ilə idarə olunur dövlət. Belə bir görürük. Hakim təbəqədə bir qorxu var, bir narahatlıq var, bir sərt münasibət var. Belə, yəni dövrün ictimai-siyasi mənzərəsi bu kimi fikirləri yazmısınızsa doğrudur. 49-cu sualla davam edək. Çərçivədə verilmiş ifadələr, keçi qiymətinə satmaq və boyun qaçırmaq. Ümumiyyətcə, hər iki nümunə burada məcazi mənadadır. Birinci başlayaq. Keçi qiymətinə satmaq ifadəsi hansı mənanı ifadə edir? Çox ucuz qiymətə, dəyərindən qat-qat aşağı qiymətə satmaq.
belə yazaq. Hər hansı bir əşyanın dəyərindən qat-qat aşağı qiymətə satmaq. Qat-qat aşağı qiymətə satmaq mənasını ifadə edir. Boyun qaçırmaq, yəni məsuliyyətdən, tapşırıqdan deməli yayınmaq mənasını ifadə edir. Necə yazasıyıq? Vəzifədən, cavabdan, cavabdan, nə bilim, məsuliyyətdən yayınmaq mənasını ifadə edir. Məsuliyyətdən yayınmaq. Xəttim də nə gözəldir. Məsuliyyətdən yayınmaq. Həm sözlə deyirəm ki, xəttimi oxuya bilməyəcəksiniz yəqin ki. Səsli deyirəm ki, rahat şəkildə deməli testlərinizi yoxlaya bilərsiniz. Belə, deməli keçi qiymətlə satmaq, dəyərindən qat-qat aşağı qiymətə satmaq anlamını ifadə edir. Məsələn, bir xalçanı deyək keçi qiymətlə satdı. Yəni xalçanı çox ucuz satdı, dəyərini bilmədən. Bu mənanı ifadə edir. Bir də boyun qaçırmaqdan da boyun qaçırmaq ifadəsi mənası da yəni frazoloji birləşmədir. Məsuliyyətdən, tapşırıqdan, nə bilim çətinlikdən yayınma, üzərinə düşən işi görməmək mənalarını ifadə edir. Hansı birini yazmısınızsa doğrudur. 50-ci sual. Nöqtələrin yerinə məzmuna uyğun fikir yazmaq lazımdır. Burada yazır ki, onlar səni sevmədikləri kimi qardaşın Şeyx Əliyə də meyl eləməzlər. Ancaq hər halda şəhər cəmaatını əldə saxlamaq gərəkdir. Ona görə də sənin danışıb onları inandırmağın, məsələn, onları inandırmağın, belə bir fikir yazmaq olar. Onları inandırmağın vacibdir. Ona görə sənin danışıb deməli kütləni özünə sevdirməyin vacibdir, inandırmağın vacibdir. Bu kimi fikirlər yazmısınızsa doğrudur. Belə. Keçid edək növbəti mətnimizə. Baxın, əziz abituriyentlər, sizə bir məsələni deyim. Publisistik üslubda olan bu tip mətnləri işləyərkən siz orada xarici adlara rast gələcəksiniz və mətni daha yaxşı yadda qalan etmək üçün həmin adları milli adlarımızdan əvəz etmək. Baxın, məsələn, yazır ki, Laura James Adams. Üçü bir yerdə bir adamın adıdır da. Bu L ilə başlayır. Buna qoy bir dənə Lamiyə qoy da bu adını. Buna bir dənə Lamiyə. Lamiyə ABŞ tarixində Nobel mükafatı almış ilk Amerikalı qadın kimi daxil olubdur. Lamiyə 1983-cü ildə rəfiqəsi Helen Starla. Helen Star yerinə Həlimə qoy. Həlimə. Milli adından əvəz elə. Həlimi ilə birlikdə Avropa səyahəti zamanı Londonda xeyriyyəçi ilə məşğul olan Toynbee Hall təşkilatına baş çəkir. Oxford Universiteti tələbələrinin xidmət göstərdiyi bu yerlər Lamiyədə sosial problemlərə qarşı maraq oyadır və məhz bu səyahətdən sonra həyatda nə etmək istədiyini anlayır və s. və ilaxır. Yəni, harada burada, təbii ki, Chicago şəhərinin adı da yadda qalandır. Bunları dəyişməyə ehtiyacı yoxdur. Məsələn, burada şirkət yaradıbdır. Hall House. Bu, yadında qalmırsa, bu hala Helldir, nə? Hell. Hell, bizon, nəsə də belə bir Hell'dinə. Hausa da yenə Lamiyənin öz adından çıxış edə bilərsən. Məsələn, Hell Lamiyə xeyriyyə təşkilatı öz adı ilə belə deyək. Bu şəkildə o biraz yadda qalmayan adları milli adlarla əvəz etsən, mətn daha yaxşı yadında qalmış olacaq. Mətnlə tanışıq. 51-ci suala baxırıq ki, mətndə belə bir fikir yoxdur. Avropa səyahəti Lamiyənin gələcək həyat yolunu müəyyənləşdirmişdir. Bəli, Avropaya səyahət zamanı xeyriyyəçiliklə məşğul olan bir təşkilata baş çəkir və həmin təşkilatda görünür ki, sosial problemlərə qarşı mübarizə və s. və ilaxır və bu onda maraq oyadır. Səyahətdən qayıtdıqdan sonra isə artıq fikrində qəti idi, bu var idi. Təşkilatının fəaliyyəti, deməli, Hall House təşkilatının fəaliyyəti müxtəlif yaş qruplarını əhatə edir. Bəli, burada qeyd olunur ki, deməli, burada günün birinci yarısında az yaşlılar, ikinci yarısında orta yaşlılar, axşam vaxtı isə nə bilim bir sıra dərslər tədris olunurdu. Daha belə deyək də, daha yaşı çox olanlar üçün. Bu var idi. Ölkənin gələcək həyatına əhəmiyyətli rol oynamışdı. Bəli, burada qeyd olunur ki,
hətta bir çox təhsil mühüm şəxsiyyətlər olmuşdu. Bir dəqiqə deyir, bax, liderlərin yetişməsinə çox böyük sərmayə yatırır həmin deməli təşkilat. Bu mənada bu fikirdə mətndə öz əksini tapır. Daha sonra Adamsın təşkilat yaratmaq ideyası yoxsullara yardım, onların təhsili olmuşdu. Bəli, həmin məqsədi yoxsul insanlara yardım etmək, onlara təhsil vermək, bu da var. Amma ABŞ tarixində ictimai filosof kimi tanınan ilk qadın məsələsi burada yanlışdır. Mətnin ümumi ideyasına zidd olan fikirlər, bax burada hamısı doğru fikirdir. Bir dənə C variantına baxın. Fərdi təşəbbüs və şəxsi maraq sosial işlərin mahiyyətini təşkil edir. Ümumiyyətlə yadda saxlayaq ki, sosial iş nədir? Cəmiyyətin rifahını, belə deyək, insanların sosial müdafiəsini, burada ədalət də var, bərabərlik də var. Bunları təmin etməyə yönəlmiş bir fəaliyyətdir, düzdürmü? Onların əsas məqsədi ictimai maraq olmalıdır, ümumi bir xeyriyyə olmalıdır, şəxsi maraq olmamalıdır. Ona görə biz bunu belə deməliyik. Sosial işlərin mahiyyətini təşkil edir nə? İctimai maraq, yardımsevərlik, nə bilim humanizm, nə bilim sosial məsuliyyət və s. Ona görə fərdi təşəbbüs və şəxsi maraq bu daha çox iqtisadi və sahibkarlıq fəaliyyətinə aid olan bir anlayışdır. Ona görə burada səhv variantımız nə olmuş olacaq? C variantıdır. Belə. 53. Bu məqsədi həyata keçirmək üçün böyük bir binanı icarəyə götürürlər. Cümləsi neçənci abzası genişləndirmək olar? Aha. Böyük bir binanı icarəyə götürürlər. Deməli, bu birinci abzas, bu ikinci abzas, bu üçüncü abzas. Deməli, bunlar ABŞ-a qayıtdıqdan sonra heç bir tərəddüdləri artıq yox idi və ciddi axtarışlar onları Chicago'nun yoxsul rayonlarına, mühacirlər yaşayan yerlərə gətirib çıxarır. Yeri gəlmişkən mühacir nə deməkdir? Dini və siyasi görüşlərinə görə ölkəni məcburi tərk etmə deməkdir. Mühacirlər yaşayan yerlərə gətirib çıxarır. Bax, və burada yaza bilərik ki, burada böyük bir binanı icarəyə götürürlər. Kasıb bir məhəlləsində artıq xeyriyyə təşkilatını qurursa, neynəməlidir? Birinci bina arenda icarəyə götürməlidir, daha sonra təşkilatı qurmalıdır. Ona görə biz hansı abzası? Üçüncü abzası genişləndirə biləcək bir fikirdir. 54-cü sual. Deməli, mətnə əsasən düzgün səbəb-nəticə əlaqəsini soruşur. Deməli, Lamiyə deyirik də, biz buna belə bir ad qoyduq. Londonlu tələbələrin təşkilatı ilə tanış olmaq istəyirdi, ona görə də Avropaya səyahət edir. Yəni, belə çıxır ki, rəfiqəsi ilə Avropaya səyahət etməsində məqsəd Londonlu tələbələrin təşkilatı ilə tanış olmaq idi. Tamamilə bu absurd bir fikirdir. Çünki Avropaya səyahət zamanı Londonda xeyriyyəçiliklə məşğul olan təşkilata baş çəkir. Yəni, bu adam mətnə əsasən biz görə bilmirik ki, bu Lamiyənin məqsədi, Avropaya səyahət etməsi məqsədi Londonda fəaliyyət göstərən xeyriyyəçilik təşkilatına baş çəkməkdir. Ona görə bu birinci fikir absurd fikirdir, bunu siləcəm. Deməli, bu təşkilatın şöhrəti artır və adam şəhərin sosial işlərinə cəlb olunur. Bəli, bu mətndə keçir. Bir dəqiqə, bir onu görək hardadır. Deməli, bir dəqiqə görək harda idi. Deməli, təşkilatın şöhrəti artdıqca Adamsı şəhərin sosial işlərinə dəvət edirlər. İkinci fikir mətndə öz əksini tapır. 2 olmayan variant. Bu da gedir. Avtomatik cavabımız 5-dir. Vətəndaşlıq məsuliyyətini dərk edir. Bacarıqlı insanların inkişafına xüsusi diqqət yetirir. Bu da var idi. Məsələn, bir dənə 4-ə baxaq. Bu iki rəfiqənin fəaliyyəti rəğbət doğurur. Dövlət təşkilata pul hədiyyə edir. Belə bir fikir yoxdur. Yoxsulların təhsilinə xüsusi fikir verir. Bir neçə məktəb açılması məsələsi də yoxdur. Cavabımız həqiqətən də 2 və 5-dir. 55-ci sualla davam edək. Altına xətt çəkilən söz mətndəki mənanı ifadə edir. Söhbət hansı sözdən gedir? Komitənin nümayəndəsi seçilir. Burada seçilmək sözü hansı mənanı ifadə edəcək? Burada seçilmək sözü belə deyək də bir vəzifəyə və ya nümayəndəliyə təyin olunmaq, seçki yolu ilə müəyyənləşmək mənasındadır. Görək. Bu məhsun görkəmi ilə başqalarına seçilir, yox. Üzündə güclə seçilən ləkə, yox. Axşamlar bir film seçilir, ailəlikcə yox. Sənan həmişə kimi komandanın kapitanı seçildi. Aha, burada seçilmək vəzifəyə təyin olunma mənasını ifadə edir. Cavabımız olacaq D variantı. 56-cı sualda belə bir müddəa veribdir ki, Hull House müxtəlif sosial təbəqələri bir araya gətirirdi. Buna bir fakt yazmaq lazımdır. Bu da mətnin deməli əsas hissəsində qeyd olunur ki, bax bu hissədə qeyd olunur ki, 4-cü abzasda.
Deməli, Lamiyə və rəfiqəsi Həlimə ehtiyacı olanlar üçün pul toplayır. Bax, yüksək təbəqəyə məxsus gənc qadınları onlara maddi dəstək verməyə, yoxsul uşaqların qayğısına qalmağa, az təminatlı xəstələrə kömək etməyə səsləyirdi. Və yaza bilərik ki, rəfiqələr, lap adla da yaza bilərik ki, James Adams və rəfiqəsi Ellen Starr ehtiyacı olanlar üçün pul toplayır. Yüksək təbəqəyə məxsus gənc qadınların da onlara maddi dəstək verməsinə, yoxsul uşaqların qayğısına qalmasına, az təminatlı xəstələrə kömək etməyə səsləmələri və s. bu kimi fikirləri orada yazmağınız, deməli, həmin müddəanı, xüsusilə o zəngin qadınlar məsələsi var, həmin cümləni bura köçürməyiniz kifayətdir. Tünd hərflərlə verilmiş sözlərin mənalarını izah etmək lazımdır. Deməli, tərəddüd sözünü veribdir, komitə sözünü veribdir. Tərəddüd nə deməkdir? Nə edəcəyini dəqiq bilməmək, seçim qarşısında qalmaq. Bax, tərəddüd seçim qarşısında qalıb, bax, yazıram buradan. Deməli, seçim qarşısında qalıb, qısa yazacağım. Deməli, seçim qarşısında qalmaq. Belə deyək. Yaxud da ki, nə edəcəyini dəqiq bilməmək. Nə edəcəyini dəqiq bilməmək. Dəqiq bilməmək. Komitə nədir? Komitə qısa da yaza bilərik. Təşkilat yaza bilərik. Komitə təşkilat. Təşkilat. İdarə etmə orqanı. İdarə etmə orqanı. Yaxud da ki, müəyyən bir məsələni həll etmək, fəaliyyəti idarə etmək, yaxud həmin fəaliyyətə nəzarət etmək üçün yaradılmış bir qrup, bir təşkilat, bir idarə etmə orqanı. Bu şəkildə də yaza bilərsiniz. 58-ci sualda uyğun hesab etdiyimiz fikrin qarşısına işarə qoymalıyıq. Məqsədi xidmət etmək olan şəxs minlərlə insan həyatını dəyişə bilər. Təbii ki, bu fikirdir. Bəs əsaslandırmağı necə edəcəyik? Elə mətndən götürüb yaza da bilərik öz sözlərimizdən əlavə etməklə. Məsələn, biz nə yaza bilərik? Yaza bilərik ki, məsələn, vətəndaşlıq məsuliyyətinin nə olduğunu dərk edən James Adams, vətənpərvər, yüksək mədəni görüşləri olan, müasir inkişafın bir parçası olduqlarını anlayan liderlərin yetişməsinə də çox böyük sərmayə yatırıb. Bunu yaza bilərik. Yaxud deyə bilərik ki, məsələn, James Adamsın yaratmış olduğu Holocaust təşkilatında təhsil alan və ya çalışan şəxslər sonradan ABŞ-ın təhsil həyatında mühüm şəxsiyyətlər olubdur. Bax, bu iki cümləni yazmağınız kifayətdir. Yaxud da ki, ikisindən birini yazmağınız kifayətdir. Və həmin fikirləri öz sözlərinizlə də müəyyən dəyişiklik edib ifadə edə bilərsiniz. Belə, 59 mətndə qarşısına işarə qoyulan sözlərə əsasən cədvəli tamamlayaq. Oyadır sözü, deməli, burada maraq oyatmaq kimi işlədirdi, səhv etmirəmsə. Deməli, sosial problemlərə qarşı marağın oyatması burada poetik funksiyada işlənibdir. Bir də adını qızıl hərflərlə yazdırmaq burada da yenə poetik funksiyada işlənibdir. Qeyd edirəm, buna da poetik, buna da poetik. Mətndəkindən fərqli funksiyada. Məsələn, oyadır. Anam hər səhər məni yuxudan oyadır. Belə bir cümlə yaza bilərsən. Yaxud qızıl sözünü, məsələn, qızıl üzük aldım. Belə, bu kimi. Davam edirəm 60-cı və sonuncu sualına. Mətnin 3-cü və sonuncu abzaslarındakı fikirlərdə uyğunsuzluq var. Həmin cümlələri müəyyən edib yazmaq lazımdır. Deməli, 3 və 6-cı, yəni sonuncu, 3 və sonuncu abzas. Baxın, 3-cü abzasda, gəlin sonuncu abzasa baxaq. Deyir ki, burada ölkədəki Hull House adlı yeganə xeyriyyə təşkilatın qurucusu kimi adını Amerika tarixinə, yeganə. Yəni, belə çıxır ki, Amerikada başqa xeyriyyə təşkilatı olmayıb 20-ci əsrdə. Belə deyək. Amma 3-cü abzasda yazır ki, bu təşkilat həmin dövrdə Amerikanın ilk xeyriyyə təşkilatlarından biri olubdur. İlk xeyriyyə təşkilatlarından biri. Yəni, xeyriyyə təşkilatları çox olubdur. Onlardan biri də bu olubdur, bu təşkilat olubdur, Hull House təşkilatı. Ona görə bu iki cümlə bir-biri ilə nə edir? Ziddiyyət təşkil edir. Həmin 3-cü cümlədəki o cümləni yazırsan, sonuncu cümlədəki isə mən dediyim bu cümləni yazırsan ki, bax bunu
Deməli bu iki cümlə bir-biriyle ziddiyyət təşkil etmiş olur. Belə, əziz izləyicilər, əziz abituriyentlər, bu qədər. İnşallah növbəti sınaqda izahlarla görüşmək ümidi ilə sağ olun.